Düzgün məlumat, düzgün istiqamət və hər evə doğru məlumatı çatdırmaqdır. Əsas missiyamız təbii ki, sağlamlıqla bağlı Sağlam Gün ayı davam edir. Yeni qoşulan tamaşaçılarımız üçün qeyd edim ki, proqramımız canlı yayımlanır. Bu isə sizə imkan verir ki, verilişimizin hər anında, hər məqamında bizə qoşula biləsiniz. Suallarınızı yazıb göndərə biləsiniz. Verilişimizdə görmək istədiyiniz mövzuları qeyd edə biləsiniz. 055-254-0106 TikTok canlı yayımızda hal-hazırda yüzlərlə insan bizi izləyir. Dünyanın müxtəlif ölkələrindən, Azərbaycanın müxtəlif bölgələrindən bizi izləyən, xoş söz yazan, bizi həm TikTok canlı yayımından, həm TV-dən izlədiklərini qeyd edən izləyicilərimizə də salamlarımı çatdırıram və qeyd edim, vaxt itirmədən növbəti dəyərli həkim qonağımız var. O da əli boş gəlməyib. Bugün çoxlu sürprizlər olacaq. Veriliş ərzində izləməkdə fayda var. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Xoş gününüz olsun. Bugün təbii ki, bir çox məqamlara toxunacaq. Bugün təbii ki, 3 gün idi konferansdaydım Türkiyədə. Çox yeniliklər öyrəndik və həm də çox gözəl deyərdim ki, böyük bir elmi praktik konferans keçdi. Və təbii ki, bizim üçün də faydalı oldu. Və fəxri qonaq kimi iştirak edirdiniz orada. Gördüm, hər kəs ətrafınızda, hər kəs sizlə maraqlanır, hər kəs sizin ixtiraları soruşur. Bilirsiniz ki, Məlahət xanım bir çox ixtiraların sahibidir. O həkimlərdəndir ki, onun xüsusi patentləri var. Hansı ki, bu patentləri də ixtiralarına görə alıb. Və əbəs yerə onu Londonda, bax elə bu kadrları görürsünüz, Londonda onun çıxışını izləmişsiniz. Bir müddət əvvəl olub və həmin o medallar artıq Azərbaycandadır. Nərgiz Tibb Mərkəzinin baş həkimi, Fitoterapevtlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova Oxford Liderlər Birliyinin samitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu və qızıl medalı ilə təltif olunub. Hətta orada mən xatırlayıram, sizdən o ixtiraların orada da buraxılışını istəmişdilər, istehsalını istəmişdilər. Hətta orada olandan sonra oradan xəstələr də gəlib. Zarur verilişində də Londondan gələn həmin xəstəmiz iştirakçı olub. Və mən bu günləri təbii ki, saç tökülməsindən danışacağım. Saç tökülməsi həqiqətən də bu deyərdim ki, çox qlobal bir problemdir ki, dünyanın bir çox ölkələrində də həqiqətən bu problem var və olmaqdadır. Nəyə görə bunu vurğulamaq istədim? Bugün məhz boş yerə mən saçı seçmədim. Ona görə ki, orada olduğumuz müddətdə də saçın müalicəsinin təbii üsullarla aparılması deyərdim ki, yeganə Azərbaycandadır. O da mənim tərəfimdən, mən ixtiralarım əsasında aparılır. Bunu belə fəxrlə niyə deyirəm? Özümü tərifləməyi biraz istəməzdim. Yəni bu reallıqdır. Reallıqdır. Real olaraq çatdırır. Orada aparılan müzakirələr, orada verilən, məsələn, çıxışımdan sonraki suallarda da o gündəm oldu ki, yəni burada bəzi ölkələrdə saçı tökülən, alopesiyası olan xəstələrdə yəni deyirlər ki, bu sənin həyatındır, bundan barışmalısan. Ya da qarmonalni ömrü boyu qarmonlardan istifadə eləməlisən. Qarmonalni preparatlarla müalicələr aparılmalıdır. Və elə verilişə gəlməmişdən qabaq da 14 yaşında qız uşağının 16 milli ilə qarmonun adını çəkməyəcəm reklama görə. Ağır hormonal dərmanlarla başında biraz tük var. O müalicə dayanan kimi o xəstələrdə o saçlar tökülür. Qarmonalni dərmanlarla, o ağır hormonal preparatlarla aparılan müalicələr tükü müvəqqəti gətirir və o müvəqqəti olan tüklər qalıcı olmur. Bəzən valideynlər çox tələsirlər, istəyirlər tez saç çıxsın, saç tez əmələ gəlsin. O üzdən bəzi qarmonalni spreylər var, kremlər var, onları istifadə edirlər. Qonşum getdi, filan yerdə onun saçları tez çıxdı. Tez çıxa bilər, amma sonradan sənin uşağının hansı fəsadları olacaq, hansı problemlərlə üzləşəcək, onu valideyn fikirləşmir. Onu valideyn fikirləşir ki, mən getdi, filan kəsin saçları çıxdı, mən də gedim tez çıxsın. Amma onu kəsən kimi yenidən həmin halına rastlaşacaq. Həmin dərmanları dayandırandan bir müddət sonra çox vacib bir məqama toxundunuz, Məlahət xanım. Çox sağ olun. Orada da gedən, bax məsələn, konferansda da danışılan mövzu adətən bu qarmonların üzərindən oldu və orada mənə çox suallar verdilər ki, hansı qarmonalni preparatlardan istifadə edirsiniz? Ya bu yaş məhdudiyyəti varmı? Hansı yaşda?
Düzdür, mən bunları orada açıqlamasını hamısını verdim və hormonal preparatsız sırt təbii üsullarla Nərgiz klinikasında o müalicələr 20 ildən aparılır. artıqdır ki, Nərgiz Tibb Mərkəzi məhz təbii müalicələri ilə tanınır. İlk gündən də belə olub, belə də davam edir. Bəli, ona görə də mən saçın müalicəsində həmişə bir çox məqamlara toxunuram və saç xəstəliyi bugün çox yayğındır. Məsələn, uşaqlar arasında irsi faktor da var, immun sistemin zəifləməsindən var, mədə-bağırsaq sistemi xəstəliklərindən yanaşı gedişli, məsələn, sebariyalar var. Sebariya bugün çox yayğındır. Sebariya nədir? Saçda olan yağlılıq, kəpək, qızartı. Məsələn, bunlar çox var bugün. Dəmirovlar var, psoriazda ola bilir. Bundan başqa xəstələrdə uzun müddət saç dibində qaşınma olur, yağlılıq olur, kəpək olur. Xəstə bir müddət ona reaksiya vermir. Tez-tez yuyur ki, o qabıq olmasın. Bu xəstələr uzun müddət bunu aparır. Belə xəstələrdə adətən mədə-bağırsaq sistemi də müalicə olunmalıdır, qurd parazitlər də müalicə olunmalıdır. Belə xəstələrin sinir sistemində olan gərginlik də götürülməlidir. Bunların hamısı həmin xəstəliklərdə birbaşa simptomlardır ki, xəstədə müəyyən fəsadların yaranması həmin xəstəliklərlə də yanaşı gedişli ola bilir. Xəstə gedir, hər hansı bir yuyucu vasitəni alır. Məsələn, şampunlardan valideynlər, uşaqlar çox məsələn, bizə suallar verirlər ki, məsələn, bəlli göbələk əleyhinə ya məsələn, qarmon tərkibli şampunlar, yuyucu vasitələr var ki, xəstələr onu istifadə edir. İstifadə etdikləri müddətdə saçda olan o qabıq, kəpək dayanır. Amma şampundan istifadə eləmədi. Bir-iki dəfə keçən kimi yenə başlayır həmin. Burada müalicə hər tərəfli getməlidir. Kompleks bir yanaşma olmalıdır. Hər tərəfli getmək nədir? Burada mütləq daxili orqanlar nəzərə alınmalıdır. Mən bir məsələni qeyd edim Məlahət xanım. Elə bax bu həm Quba ilə bağlı, həm də bu saç məsələlərlə bağlı. Yaxşı, qoy Qubanı birinci qeyd edeyim. Yeri gəlmişkən hal-hazırda elə sual verdim izləyicilərimizə, TikTok canlı yayımlarımıza ki, veriliş başlayar-başlamaz ki, bizi hardan izləyirsiniz? Qubanın da adı çəkildi. Əziz Qubalılar, Quba və Quba ətrafında yaşayan, yaxın ərazilərdə yaşayan insanlar, sizə bir şad xəbərim var. İnşallah noyabr ayının 29-unda dəyərli Məlahət xanım başda olmaqla Quba şəhəri Logos Psixoloji Mərkəzində nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət Qəhrəmanova öd, qaraciyər, mədə-bağırsaq, parazitar, dəri və saç xəstələrinin müayinə və müalicəsini keçirəcək. Xaçmaz, Şabran, Siyəzən, Qusar, Xudat, Nabran bu bölgələrdə təbii ki, müraciət edə bilər. Bunun üçün ekranda gördüyünüz əlaqə nömrələri yaxud da 055 180 46 48 023 336 74 48 051 388 70 70 bir nömrədə var idi. 051 388 72 72 Gəncəni elan eləndə yadımda qalıb bu nömrə, bəli. Məlahət xanımın qəbuluna yazıla bilərsiniz, ora gələn həkimlərimizin qəbuluna yazıla bilərsiniz, amma bir gün olacaq deyə yerlər məhduddur. Məsələn, Gəncəyə çox insan iştirak etmək istəyirdi. Mən hətta canlı yayımı izlədim, sizin Zaur bəylə açdığınız o canlı yayımı. Çox insanlar müraciət elədi, çox insanlar şəfa tapdı, amma bir o qədər də insan iştirak etmək istəyirdi. Ona görə, əgər bax bu məlumatı hal-hazırda eşidirsinizsə, bizi görürsünüzsə, ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayıb, noyabrın 29-unda Məlahət xanımın və Nərgiz Tibb Mərkəzinin həkimlərinin Qubada, Quba Logosda baş tutacaq bu qəbuluna yazıla bilərsiniz. Bəli, mən onu qeyd edeyim ki, saç tökülməsi bugün çox qlobaldır. Burada bizim yediyimiz qidalar, bizim həyat tərzimiz, yaşadığımız mühit şərait, hamısının rolu var. Bəzən xəstələr elə fikirləşirlər ki, uzun müddət gedib, məsələn, hansısa müalicəni alıram, mənə niyə effekti olmadı? Birinci növbədə qida rasionu normal olmalıdır. Bugün uşaqlar arasında bu xəstəlik niyə bu qədər yayğındır? Ona görə yayğındır ki, həmin xəstəlikdən əziyyət çəkən əksəriyyət uşaqların keyfiyyətsiz qidalarla qidalanır. Keyfiyyətsiz qida nədir? Fast food yeməkləri. Uşaqlar həddindən artıq bəzi uşaqlar var ki, görsən valideyn şikayət edir ki, doktor, makarondan başqa bu uşaq heç nə yemir. Tam razı. Uşaq ət yemir, uşaq göyərti yemir, uşaq meyvə tərəvəz qəbul eləmir. Təbii ki, immun sistem zəifləyəndə, vitamin balansı əskiləndə saçlar qidalana bilmir və tökülür. Cavan yeniyetmə qızlarda, cavan gəlinlərdə
baxırsan ki, saçın ucları qırılır, öz-özünə ovulur, tökülür. Bəli, boyaların çox böyük rolu var. Boyalar nədir? Tez-tez rəngi, saçın rəngini açmaq, saç rəngini dəyişmək. İstənilən boya, istənilən rəng natural deyə bir şey yoxdur. Hamısı kimyasaldır. Kimyavi tərkibli olduqları üçün saçı öz zərərini verir. Orqanizm zəif olduqda da o saçlar bərpa ola bilmir. Məsələn, xanımlar gəlir ki, saçlarımın ucu qırılır, quruyur, uzanmır, bəli, tökülür. Belə xəstələrdə demək, daxildən saç normal qidalana bilmir. Əgər daxildən saç normal qidalana bilmirsə, bu saçlar quruyacaq, qırılacaq, töküləcək. Gün ərzində də istər siz, istər biz, efir adamları, cəmiyyət içində olan, işə gedən xanımların əksəriyyəti məcburiyyətən fenlə... Ütü fenlər, quruducu fenlər, quran fenlər, yəni gündəlik bu saçları... Bəli, bu fenlərin... Xarici təsirə məruz qoyur. Bəli, o travmatik sayılırlar ki, travma alır saçlar. Narahat olmayın. Saçla bağlı danışmışkən və mən qeyd etmək istəyirəm ki, bayaq bir məsələni qeyd elədim, unutdum söyləməyi. Bizim evdə Məlahət xanımın adı demək olar hər gün çəkilir. Bizim Zaurun da saçında bir problem var idi. Bu kəpək problemi idi. Bax, sizin o Məlahət balzamlarınız var. Sizin daha bir ixtiranızdır. İxtiraları çoxdur doktorumuzun, amma Məlahət balzamlarını artıq uzun illərdir ki, tamaşaçılarımız tanıyırlar. Hal-hazırda ekranlarda da görürsünüz. Bu balzamlardan 2 gün istifadədən sonra, davamlı olaraq səhər, axşam istifadə etdikdən sonra tamamilə kəpək yox oldu və mən bilirəm ki, bir çox saçında qaşınmadan şikayət eləyənlər, saç dibində qızartısı olanlar, saç tökülməsindən əziyyət çəkən insanlar var ki, sadəcə Nərgiz Tibb Mərkəzinin əczaxanasında satılır yalnız bu Məlahət balzamları. Oradan əldə edərək, heç bir həkimin məsləhəti olmadan belə bunu istifadə edə bilirlər. Çünki təbii vasitədir. Yəni, burada hər hansı bir kimyəvi vasitədən söhbət getmədiyinə görə rahat şəkildə istifadə edə bilərsiniz və mən də ətrafımda kimlər varsa, xanımlar, bəylər, bəzən görürsən, o gün mənə bir xanım müraciət elədi ki, saçımı buradan o qədər deyir, dartıram, xoşlayıram, gözüm yuxarı. Travma alıb və burada əməlli başlı keçərləşmə əmələ gəlir. O da istifadə elədi, Məlahət xanım. Onu deyim ki, çox qısa müddətdə ağappaq idi bu hissəsi və bu hissə tamamilə qaraldı, yeni saçlar çıxdı və mənim canıma dua eləyir. Dedim, mənə dua eləmək lazım deyil, Məlahət xanıma dua elə, bu onun ixtirasıdır. Sizin də məsləhətiniz olub, çox sağ olun, təşəkkür eləyirəm. Baxın, həqiqətən də saç tökülməsi bugün o qədər qaldı. Bax, o rənglər, o dediyiniz o dartmalar, saça travma və uşaqlarda valideynlər bəzən arxadan bəsk, sıx yığırlar saçları. Travmatik, məsələn, orada adətən rupçova alapesiya yaranır. Çapıqlaşmış alapesiyalar yaranır ki, bu da sonradan illər keçdikcə onları bərpa eləmək də sonra çətin olur. Çünki travma görmüş saçlar sonradan başqa fəsadlarla üzləşir. Xəstələr elə bilir ki, bugün gedib hansısa losyonu alacam, hansısa şampundan istifadə edəcəm, saçım düzələcək. Adətən bunlar çox yanlış fikirlərdir. Çünki belə olduğu halda saçları bərpa eləmək mütləq daxildən də önəmlidir. Daxili balans normal olmazsa, saçın qidalanması normal deyilsə, təbii ki, o saçlarda qırılma, tökülmə, o saçlarda get-gedə seyrəkləşmə baş verəcək. Məsələn, keçək androgen tipli tökülmələrə. Androgen tipli tökülmələr, bəli, kişi tipli tökülmələrdir. Amma bugün qadınlar arasında da çoxdur. Qadınlar arasında da həddindən çox yaygındır bu. Və xəstələr uzun müddət müalicə alırlar, bərpa eləyə bilmirlər, məcburi hormonal dərmanlardan istifadə edirlər. Və dediyim kimi, bu hormonal dərmanlar müəyyən sümüklərdə ərimə gətirir. Bəzən xəstələr uzun müddət davam etdikdə, məsələn, o günü bir qadın gəlib, o saçdan şikayət eləmirdi. O gəldi ki, mənim bədənimdə tez-tez qaralmalar var, bəzi yerlərdə göyərmələr olur, öz-özünə bədənimdə göylər əmələ gəlir, qaralmalar olur. Bu da bir siqnaldır. Bəli. Valideyn xanımdan soruşuram ki, siz axır vaxtlar nəsə bir müalicə almışsınız, bəlkə hansısa nəyisə istifadə eləmişsiniz. Deyir, yox, elə bir şey yadıma düşmür. Sonra yadına düşdü ki, mən saçıma görə tabletkaları atırdım. Hormon tərkibli olduğu üçün damarlarda uzun müddət onu istifadə etdikdə damarlarda o genişlənmə verib,
o partlamaları verir. Yəni öz başına bu dərmanları istifadə eləmək də düzgün deyil, ehtiyatlı olun. Ümumiyyətlə, kimyasal içilən dərmanların əksəriyyəti müəyyən fəsadları yarada bilir. İçilikdə də yazılırdı o əks göstərişlər. O qədər əks göstəriş olur ki orada. Adam, məsələn, doğrudan da bütün dərmanların anotasiyasına baxsa, onların hamısının içində içlik olur da. Onları bəzən o içlikləri valideynlər oxumur, uşaqlara necə gəldi istifadə eləyirlər. Düzdür, indi hərənin öz profili var, hər həkim öz ixtisasına uyğun müalicəni təyin edir. Bugün bizim həkimlərimiz, mən deyərdim ki, dünya çatında çox gözəl, aktivləşmiş formadadır. Nəyə görə bunu deyirəm? Mən elə məsələn gələndə, dünən konferansdan gələndə nə qədər həkimlərin konferansdan gəldiyini gördüm. Bu konferanslar bizə çox şey öyrədir. Orada doğru düzgün gedib baxanda, müzakirələrdə iştirak eləyəndə, gedib o konferanslarda yenilikləri eşidəndə, öyrənəndə. Məsələn, oradan neçə dənə orada professorlar var ki, Azərbaycana gəlib gedən professorlar idi. Hamısı ilə orada görüşdük. O qədər mənə xoş təəssürat oldu ki, yəni Azərbaycanda bizim həkimlərimizin də getməyi, gəlməyi, onların burada. İnsanlar daimi yeniliyi öyrənmək. Bugün bizim həkimlər çox çalışqandır. Yerdən qalxan həkimlərimiz ki var, yeni həkimlərimiz. Məsələn, müəyyən pokoleniya, yaşlı nəsil var ki, biz öz zamanımızda öyrəndiklərimizi öyrənmiş. Amma onlar bugün gedirlər, öyrənirlər, gəlirlər və bu çox önəmlidir. Və saç üçün bugün aparılan müzakirələr onu göstərdi ki, yəni əksər ölkələr, mən orada dedim, Türkiyədən gələn xəstələrin əksəriyyəti filan qarmonlardan istifadə edir. Deyir, doktor, ondan başqa protokolda heç nə yoxdur. Yəni, protokolda bu qarmonalnilər varsa, biz ondan istifadə edirik. Deyirəm, amma o yanlışdır. Orqanizmin öz şeyi var. Yəni, özümü yenə tərifləyim, mənim oradakı çıxışım çox böyük alqışlarla qarşılandı. Niyə görə? Çünki mən orada çox yenilikləri dedim. Və o patenti mən illərin təcrübəsindən danışıram. Praktik həkim olaraq danışıram. Və siz nəticələrdən danışırsınız. Əsas məqam odur. Birazdan indi o nəticələri də göstərəcəyik. Məlayət xanım inşallah 29 noyabrda Qubada olacaq. Baxıram, Qubadan bizə salamlar yazan izləyicilərimiz var. Bir daha qeyd edirəm, buyurub doktorumuzun qəbuluna yazıla bilərsiniz. Əlaqə nömrələri ekranda. Qısa aradan sonra sizin suallarla və doktorumuzun nəticələri ilə davam edəcəyik. Gözünüz bizdə olsun. Davam edirik. Dəyərli qonağımızla bərabər hal-hazırda studiyamızın çox dəyərli həkim qonağı var. Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlayət Qəhrəmanova bizlə bərabərdir. Tibb elmləri doktorumuz. Bir daha xoş gördük sizi, doktor. Sağ olun. Doktor, bu qısa fasilədə də sualları cavablayırdı. Amma doktor, icazənizlə suallar həddindən artıq çoxdur. Ümumiyyətlə, sizi görər-görməz izləyicilərimizin ürəyi açılır və onları narahat edən məqamları bölüşmək istəyirlər. Sizə sual vermək istəyirlər. Və bilirsiniz ki, Nərgiz Tibb Mərkəzi uzun illərdir ki, məhz təbii müalicələri ilə seçilir. Hal-hazırda ekranlarınızda görürsünüz. Ünvan olaraq Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir. Düz TQDK-nın yanında əlaqə nömrəsi var. 051 388 70 70 012 541 70 70. Və Qubadan sual yazan izləyicimizə səslənmək istəyirəm. Əziz Qubalılar, suallarınızı da oxuyacağım və sizə də bir şad xəbərim var. Noyabr ayının 29-unda Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlayət Qəhrəmanova başda olmaqla nevropatoloq, kosmetoloq həkim və bir neçə həkim qrupu ilə inşallah Quba Logos Psixoloji Mərkəzində qəbullar keçirəcək. Qəbul yalnız bir gün olacaq. Ona görə ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb qəbula yazılın və Qubadan izləyicimiz nə yazır? Qəbulunuza yazılmaq istəyir. Deyir, uşağım 10 yaşındadır, saçlarında seyrəklik başlayıb. Bu vitamin çatışmazlığı ola bilər, yoxsa başqa səbəb də görür doktorumuz? Uşaqların əksəriyyətinin saçında seyrəlmə həm vitamin çatışmamazlığından, həm stres faktorlarından, həm yaşından asılı olaraq hormonal dəyişiklikdən və irsi faktorlar ola bilər. Həmçinin də belə xəstələrdə vitamin balansının normal olması üçün dəqiq və düzgün müayinə mütləq şərtdir. Stres və əsəb keçirən bir izləyicimiz yazır ki, son bir ayda çoxlu streslə üz-üzə qaldım, əsəblərim körlandı, saçlarım tökülməyə başladı. Bu saç tökülməsi stres və əsəblə bağlı ola bilərmi? Bu qədər təsir edə bilərmi stres? Bəli, o da təsir edir. Stres, əsəb, gərginlik, qorxu, həyəcan olduqda insanda immun sistem zəifləyir. İmmunitet düşdükdə vitamin balansı da azala bilər, immun sistem zəifləməsi də ola bilər və belə xəstələrdə təbii ki, stres faktoru da
olmaqla saç tökülməsi mümkündür. Daha bir izləyicimiz Ağdaşdan yazır və deyir ki, saçlarımı hər gün yuyuram və hiss edirəm ki, saçlarım tökülür. Hər gün saç yumaq tökülməni artırırmı? Hər gün saç yumaq düzgün deyil. Birincisi, əgər yağlanma varsa mütləq hormonları yoxlamaq lazımdır. Yumaq çözüm deyil, müalicə deyil. Alt səbəbləri axtarmaq lazımdır və vitamin balansını gücləndirmək, saçın qidalanmasını təmin etmək lazımdır ki, tökülmənin qarşısı alınsın. Bizi hər yaş qrupundan olan insanlar izlədiyinə görə bir xanımımız da klimaks keçirdiyini qeyd edir və deyir ki, klimaks keçirdirəm, aşırı tərləmədən, üz qızarmasından və saç tökülməsindən əziyyət çəkirəm. Bu belə olmalıdır klimaks dövründə, yoxsa normadan kənardır? Baxın, klimakterik devirdə, bu da çox qəşəng sualdır, klimakterik devirdə saçın tökülməsi, stres faktorları, bunlar normal deyil. Ona görə normal deyil ki, orqanizmin immun sistemi möhkəm olsa, orqanizmdə hormonal balans normal olsa, xanım bunlarla üzləşməz. Birincisi, öz ginekoloquna, yaxında tanıdığı həkimi varsa, yaxınlaşsın, hormonlarını mütləq yoxlasın. Estradiol və testosteronu mütləq yoxlasın. Bunları yoxlasın. Əgər stres faktoru, o qızarma, onlar varsa, vitamin balansını da yoxlamaq tövsiyə olunur ki, dəqiq yoxlamadan, müayinədən sonra yüngül müalicə həm klimaksi, həm saçını qoruya bilər. Bir maraqlı sual da var. Doktorumuzun buna xüsusi bir yanaşması var. Ona görə elə bu sualı da ünvanlayacağım. İzləyicimiz deyir ki, həm kəpəkdən, həm də sebareyadan əziyyət çəkirəm və bu saç tökülməm də var. Saç tökülməsinə səbəb ola bilərmi? Hansı şampunları doktorumuz məsləhət görür, daha uyğundur? Bayaq danışdıq bu barədə. Ola bilər qaçırmısınız. Doktorumuz danışsın. Şampunlar, birincisi deyim ki, şampun nədir? Yuyucu vasitədir. O sizin saçınızı yumaq üçün, o müalicə vasitəsi deyil. İkincisi, yağlılıq, kəpək, qızartı varsa saçlarda, bu sebareya əlaməti ola bilər. Burada mədə bağırsaqda problem varsa, onun müalicəsi o qədər asan olmur. Qaraciyər öddə parazitlər varsa, parazitlərin müalicəsi və stres faktorları, bunları aradan qaldırmaq lazımdır. Bir də unutmayın ki, sağlam dəri olmasa, təbii ki, saçlar töküləcək. Dəri sağlam olmalıdır ki, o saçı saxlasın. İlk öncə sebareyanı, o yağlığı, o kəpəyi tam müalicə eləyin ki, saçlarınızı bərpa eləyə biləsiniz. Və bir də həddindən artıq çox suallar gəlir. Çalışıram fərqli-fərqli suallar oxuyum ki, hər mövzuya toxuna bilək. Saç yağlılığından çox şikayət edirlər. Söyləyirlər ki, artıq məcburuq ki, gün ərzində 2 dəfə saçımızı yuyaq. Deyir, saçım yağlıdır, tez-tez yumağa məcburam və tez-tez çirklənir və saçım tökülür. Mən nə etməliyəm? Bu, təbii ki, yağlı saçla işə getmək, yağlı saçla cəmiyyət arasına çıxmaq o qədər asan deyil, istər məktəblilər olsun. Burada yenə də hormonları yoxlamaq lazımdır. Qadınlarda menstrual sikla, bir də tiroidlərin zob xəstəliyinə diqqət yetirilməlidir. Mütləq. Kişilərdə isə testosteronun aşırı olur. Oğlan uşaqlarında da o çoxdur. Vitamin D-ni mütləq nəzərə almaq lazımdır və sinki mütləq yoxlamaq lazımdır. Həm vitamin balansını, həm mineralları yoxlamaq və stres faktorlarından uzaq durmaq lazımdır. Əgər mədə-bağırsaq xorası, mədə-bağırsaq problemi varsa, mütləq orada müdaxilə olunub müalicə almalıdır. Bir də xanımlarımızın yaralı yeri içimən qarışıq dəmir defisitli anemiya. Hansı ki, anemiyadan əziyyət çəkənlər, ümumi gün ərzində yorğun olanlar, xanımlarımız bir çoxu yazır ki, yerimizdən qalxa bilmirik, özümüzü məcbur edirik, ev işlərini məcburi görürük, çünki halımız yoxdur. Eyni zamanda da saçımız da tökülür. Yəni, dəmir defisitli anemiyanın bütün əlamətləri və üstə gəl saç tökülməsi bundan ola bilərmi, doktor? Təbii ki, dəmir defisiti olanda, feritindir, dəmir defisitidir, sinkdir, bunların azlığı 100% saça təsirini göstərir. Amma bu saydığımız vitaminlər, bu qida rasionu, bunlar hamısı çox gözəldir. Amma aşırı vitamin içməkdənsə, siz qida rasionunuza diqqət yetirin. Natural qida eləsəniz, qaraciyər onu depo eləyəcək və siz o balansı qoruya biləcəksiniz. Natural olmayan, süni sürətdə qəbul elədiyiniz iynə, dərman, vitaminlər sizdə müvəqqəti olur. Və görürsünüz ki, vaxt dəmiri düzəldirsiniz, anemiya az düzəlir, içdiyiniz, vurdurduğunuz dərmanların vaxtında. Bir ay keçir, 2 aydan sonra düşür. Niyə? Çünki qaraciyər onları depo eləmir. Qaraciyərin depo eləməsi üçün, bax bu fəsildə balıqdan istifadə eləyin, göyərti meyvə tərəvəzi çox istifadə eləyin, bəli, narı çox istifadə eləyin.
Bir də eritrositlərin artması üçün qan yaradıcı ən gözəl vasitələrdən biri körpə dana əti, qaraciyər. Bunlar çox önəmlidir. Malın iri sümükləri, onları qaynatmaq, bunlar təbii vasitələr olduğu üçün, necə? Xaş kimi onu eləmək. Xaş kimi də ola bilər, adi suyunu, sümükləri qaynadıb, onu su, borşda istifadə eləyə bilərsiniz. İlikli yekə sümükləri çox qaynadın və dəmir azlığı olan insanlar. Adicə bir qısa misal deyim, qreçkanı axşamdan ısladın, bir xörək qaşığı, 2 xörək qaşığı götürün, üzərinə qaynar su tökün. Yəni bişirmədən, sadəcə quru qarabaşağı. Quru, bəli. Qoyursunuz qalır, səhər tezdən onu kaşa kimi yiyin. Belə xəstələrdə daha yaxşı qan yaradıcı, yəni eritrositlər daha çox əmələ gəlir və daha. Bir də körpə dana əti. Deyirik, qırmızı alma, meyvə, bunlar. Əslində, deyirik, qızıl əhməd alması falan, orada o qədər dəmir yoxdur, o qədər siz istədiyiniz balansı, alma. Yox, məsələn, çörək yeməsəniz, siz onları istifadə eləsəniz, onlar sizə kökəlmə vermir. İndi qadınların ən qorxduğu yer kökəlməkdir. Həm də istəyirik ki, amma daxili balansın, normal olması, sağlam orqanizm. Əgər bir qadın arıqlayacaq, zəif görünəcək, gözünün altı kölgələnəcək, dərisi yaşlı olacaq, dərisi quruyacaq. Baxın, bunlar o qadını gözəl göstərməz ki. Amma normal qidalanma və balansı saxlamaq üçün ki, aşırı kökəlmə olmasın, şirniyyatı azaldın, un məhsullarını azaldın, çörəyi azaldın, amma ətdir, yağdır, dediyim sümük, məsələn, iliyini qaynatmaq, qaraciyərdən tez-tez istifadə etmək, bunlar sizin balansınızı saxlayacaq, kökəlmə də verməyəcək. Doktor, bir məsələ də olur. Bax, bu dediklərinizi eləyən xanımlar var, amma mədə-bağırsaq traktında problemlər var. Yəni, bunlarda sovrulma zəifdir. Yediyi qidalar da onun qanına keçmir. Bax, bu halda nə etməlidirlər o zaman? Bayaqları dedik, mədə-bağırsaq sistemi xəstəliyini mütləq müalicə eləmək lazımdır. Təbii ki, mədə-bağırsağı normal olmayanın qanı necə düzələ bilər? Orada sorulma prosesi yoxdursa, onun yediyi qidalar normal orqanizmə sorulmursa, o necə istədiyi balansı yığa bilər? Təbii ki, mədə-bağırsaq sistemi. Məsələn, o qədər elə xəstələr var ki, məsələn, yenə mən qayıdıb gələcəm, çünki bu mənim işimdir, parazitlərin qurdun üstünə. Niyə? Elə dəmir difsitli anemiyada da çox böyük rolu var. Çox böyük. Məsələn, onun ən çox hansısı da məsələn, enterobiyozlar. Enterobiyozlar xırda bağırsaq qurtları sayılır, amma çox böyük bağırsaq problemi yaradır və mikroqanaxmalar yaradır ki, uşaqların əksəriyyətində anemiyalar oradan başlayır. Soxulcan, askaridi olan xəstələrdə ola bilər. Ondan başqa mədə altı vəzdə ən çox, məsələn, qida borusunda məskunlaşan angilistomalar. Angilistoma haqqında hansı həkim nəsə məlumat verir? Heç kim. Hamı mədə-bağırsağı müalicə edir. Qida borusunun yırtığı olur, qida borusunda xəstə udlaqda qidanın keçməsində narahatçılıq hiss edir. Bəzən xəstə durur yuxudan, elə bil boğulma hissi var. Amma angilistoma olan xəstələrdə bu qaçılmazdır. Elə qurt növləri var ki, gələn dəfə bunun üçün ayrıca bir sizin üçün gözəl bir tema hazırlayacağım ki, hansı qurtlar hansı vitamin balansını çöktürür, hansı qurtlarda, hansı orqanizmdə fəsadlar daha çox yarana bilir. Haşnana qurtlarını. Haşnana qurtlarını cırtdan qurtlardır. Amma bu qurtlar, baxın, uşaqlarda sudurqanı gətirir. Saçın tökülməsində böyük rolu var. Sudurqaları, epileptik tutmalara, birbaşa ali sinir sistemini pozur. Bütün bu qurt növlərinin özlərinin fəsadları var. Bilirsiniz ki, parazitologiya mərkəzi olaraq Nərgiz klinikasında bütün müayinə və müalicələr var. O panellər ki, dediyi hamısını biz gətirmişik. Ən yeni, müasir müayinə üsulları var. Yəni, qeyd etmək istəyirəm ki, saçın tökülməsində fikirləşməyin ki, saç töküldü, mən gedib hansısa losyonu çəkəcəm, hansısa yuyucu şampundan istifadə eləyəcəm. Onlar saçın müalicəsi deyil. Saçın müalicəsi üçün mütləq daxili orqanlarda gedən bütün patologiyalar nəzərə alınmalıdır. Əgər
sinir sisteminizdə gərginlik varsa, mədə-bağırsaq probleminiz varsa, vitamin balansınız normal deyilsə, bayaq dediyiniz kimi dəmir defisiti varsa, anemiyası varsa, bu xəstələrdə heç bir saçdan söhbət gedə bilməz. Xəstələrin müalicəsində 2 dənə qarmonalni dərmanı içmək, 2 dənə qarmonalni losyonu başına çəkib, 3 gün yaxşı olmaq müalicə deyil. Bunu bizim insanlar hələ də dərk eləmək istəmir ki, saçın müalicəsində doğru, düzgün daxili müalicə getməlidir. Saç bizim daxilimizdən xəbər verir. İstənilən orqanda gedən patologiya saçda özünü göstərəcək. Baxın, tiroidlərdir, zob xəstəliyidir, hormonal problemlərdir, testosterondur, estradioldur, kortizoldur. Bunların hamısının qarmonların rolu var. TG-nin, TSH-ın, məsələn, orada TSH, bir də T4, T3 var. TSH və T4-də yaranan problem saçda ən çox nəyi yaradır? Nəyi, doktor? Saçda quruluğu, saçda qırılma, saçda dolaşma, dolaşıqlıq olur saçda. Yəni birbaşa tiroid hormonları ilə bağlı. Baxın, mən saçdan o qədər danışaram, amma mən görürəm ki, o qədər hamı saç müalicə eləyir, yerindən duran qurt müalicə eləyir, saç müalicə eləyir, nevropatoloq da istəyir, dəri də istəyir, kosmetoloq da. Bilirsiniz, olar. Mən heç kimin işinə mane olmaq, kiminsə işini küçümsəmək, mən də belə bir şey sevmirəm. Hər kəs bacardığını eləmək istəyir və xəstəyə kömək eləmək istəyir. Amma, məsələn, vurulan mezalardır, istənilən PRP-dir, istənilən saç. Nə qədər belə xəstələr gəlir? Orada da bunu biz böyük müzakirələr elədik. Yəni biz danışmışıq dəfələrlə ki, bu mezoterapiyalardır, PRP təbii ki, faydalıdır. Çox gözəl. Amma o səthdə ki, nəsə əkirsən, ora əgər əvvəlcədən hazırlanmayıbsa, qidalanmırsa, o bir nəticə verməyəcək. Bəli, ona görə diqqətli olun. Yerli olan müalicə saçda istənilən nəticəni vermir. Yerli müalicə ilə daxili müalicəni qarışdırmayın. Yerli müalicə çox gözəldir. Elədiyiniz mezalarda, PRP də, onlar da. Bunlar da lazımdır. Bunlar sağlam saçlarda daha önəmlidir. Niyə? Amma daxildə bir patologiya varsa, patologiya bir xəstəlik varsa, onu siz heç nə ilə bərpa eləyə bilməzsiniz. Ona görə düzgün araşdırma aparıb, düzgün müayinə seçilməli və müalicə aparıb. Mən həkimləri də qınamıram. Xəstələrin çoxu çox kapriz eləyir. Nə mənada? Analizlər. Analizlərdə xəstə birinci öz dərdini tapmalıdır. 10 dənə yer gəzir, hər yerdə bir analiz verir, orada 2 analiz verir, burada heç vermir, amma müalicə olmaq istəyir. Sənin dərdini bilməlisən ki, dərmanını düz alasan. Mən buradan da deyirəm, həmişə də deyirəm, mən başqa yerin analizlərini qəbul eləmirəm. Mənim öz laboratoriyam var, gələn xəstə öz laboratoriyamıza analizini versin, gəlsin, mən gedim filan yerdə verim, bəhmayın. Gələn analizlərə baxırıq, istər parazit olsun, 2 dənə qurtdan başqa analizi vermirlər. Yəni sizdə panel daha böyükdür, mən bilirəm. Bilirəm, bəli. Ona görə bizim paneldə, məsələn, bütün qurt növləri var. Yeni gətirdiyimiz həm yaxma, həm nəcis analizlərində aparılan o panellərdə bizim özümüzün yeni xüsusi reaktivlərimiz, metodlarımız var. Məsələn, elə qurt reaktivləri var ki, Azərbaycanda həqiqətən onlar bahadır. O klinika onu alıb 3-5 xəstə üçün ala bilmir. O 3-5 xəstə üçün alacaq, o reaktiv qalıb atılacaq. Amma Nərgiz Tibb Mərkəzində belə bir şöbə var. Amma bizdə bütün xəstələr qurda müraciət etdiyi üçün biz o reaktivləri heç çatdıra bilmirik. Bizim gəlib, məsələn, aldığımız firmalar var ki, deyir, Məhəmməd xanım, sizdən başqa bunu heç kim almır. Biz onları niyə alırıq? Çünki bizim ora parazitologiya mərkəzi olduğu üçün bizə müraciət edən xəstələrdə ola bilər liambliaskaridası yoxdur xəstənin. Enterobiozu var, trixanellası var, trixfoliozu var, o xəstədə toksikar var, angilistoma var. Yəni bu qurt növlərinin hamısı bir xəstədə, məsələn, Lənkəran, Astara bölgəsində mən özümün statistikam var ki, ən çox hansı bölgələrə daha çox rast gəlinir o qurtlar. Saç tökülməsinin, məsələn, Sabirabaddır, Cəllabaddır, bu bölgələrdən gələn Saatlı, Sabirabadca, Ağcabədi, bax bu bölgələrdən gələn uşaqların əksəriyyətində elə parazit növləri var ki, o başqa rayonlarda olmur. Məsələn, Şəkidən gələn xəstədə o parazitə rast gəlmirik. Məsələn, şəhər əhalisində daha çox liambliya rast gəlinir. Rayonlardan gələn əksəriyyəti torpaqla məşğul olur, təbiətdə çox olurlar bunlarda.
Angilostoma ən çox niyə Lənkəran bu bölgələrdədir, Cəllabad, Masallı bu bölgələrdə daha çox rast gəlinir. Angilostoma ən çox, məsələn, quyu suyu istifadə eləyən, dəniz suyundan istifadə eləyən, məsələn, o cənub bölgəsində endemik zonalarda daha çox rast gəlinir. Bəzən görürsən Şəki, məsələn, Qax, bu bölgələrdə tam fərqlidir. Məsələn, onlar indi düzdür, hamı bilir ki, onlarda yod defisiti var. Ən çox, məsələn, tiroidlərlə daha çox müraciət edirlər. Yəni, bunu mən niyə qısa müəyyən misalları çəkirəm? Ona görə gələndə xəstələri də dəqiq bilmək lazımdır ki, onların statistikasına uyğun olaraq da müalicə getməlidir. Doğru diaqnoz müalicənin yarısıdır deyirlər və mən də bu sözlə tamamilə razıyam. Ona görə doğru diaqnozu əldə etməkdən ötürü probleminizə uyğun peşəkar ixtisaslaşmış həkimə və mərkəzə müraciət etməlisiniz. Doktorumuzla saç tökülməsindən danışdıq. Parazitar xəstəliklərə də toxunduq. Var olsun doktorumuz. Dəyərli vaxtını ayırıb gəldiyi üçün Məlaət xanım təşəkkür edirəm sizə. Və bir daha qeyd etmək istəyirəm. Nərgiz Klinikasının həkim kollektivi noyabr ayının 29-u tarixində Quba şəhərində nevropatoloq, kosmetoloq və tibb elmləri doktor Məlaət Qəhrəmanova başda olmaqla bir çox xəstəliklər, öd qaraciyər, mədə bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Xaçmaz, Şabran, Siyəzən, Qusar, Xudad, Nabran bu bölgələrdən də müraciət edə bilərsiniz. Əlaqə nömrələri ekranlarda. Sonda təşəkkürlərim olacaq.